Prezident İlham Əliyevin Misirdə keçirilən Yaxın Şərq Sülh Samitində iştirakı olduqca əlamətdardır. Azərbaycanın bu samitdə iştirakı ölkəmizin beynəlxalq humanitar proseslərdə fəal və ədalətli mövqeyini bir daha nümayiş etdirir. Dünya yeni və çox dəyişkən bir dönəmə qədəm qoyub. Qlobal güclər arasında balans yenidən formalaşır. Yaxın Şərqin gərginliyi azalmır. Avropada isə enerji və təhlükəsizlik məsələləri ön plana çıxır. Asiyada yeni iqtisadi ittifaqlar qurulur. Belə bir şəraitdə Azərbaycanın diplomatik xətti həm regionda sabitlik, həm də beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin ardıcıl səfərləri də bu mürəkkəb geosiyasi mənzərədə ölkənin marağını qorumağa və yeni tərəfdaşlıqlar qurmağa yönəlib. Dövlət başçısının Misrə səfəri Sülh sammitinə dəvəti də həm ölkənin güclənməsi, həm də əlaqələrin artması baxımından olduqca vacib məqam kimi dəyərləndirilir. Rəsmi dəvətin ABŞ Dövlət Departamenti tərəfindən göndərildiyini də nəzərə alsaq, qlobal siyasətdə balanslı və fəal gedişin uğurlu istiqamətləri açıq, aydın görünür. Vaşinqton uğurlu bir misal kimi, öz diplomatiyasının uğuru kimi Azərbaycan və Ermənistan əldə olmuş sülh müqaviləsini hər yerdə göstərməyə və onların hər yerdə iştirak olmasına kifayət qədər maraqlıdır və bu xüsusən də bu istiqamətdə Donald Trump administrasiyasının biz belə deyim də kifayət qədər səylər göstərdiyini görürük. Eyni zamanda mən hesab edirəm ki, bu Azərbaycanın özünün yaxın şərqdə olan artan rolu ilə bağlıdır. Biz son 3-4 ildə demək Körfəz ölkələrinin Azərbaycan münasibətlərində olan o dinamikanı müşahidə edirik. Dövlət başçısının sammitdə iştirakı həm də Azərbaycanın sülh, sabitlik və ədalətə əsaslanan xarici siyasətinin davamıdır. Bakı Qahirədən dünyaya bir daha mesaj verir. Münaqişənin həllinin zorla deyil, dialoqla mümkünlüyü mesajını. Bəturə Nəbiyeva, Space.